Salam uşaqlar, bugün dərsliyimizin 104, 108, 114 və 115-ci səhifələrini yerinə yetirəcəyik. Birinci Azərbaycan dilindən başlayırıq, gəlin suallarla bir tanış olaq. Hansı sırada nöqtələrin yerinə eyni hərf yazılmalıdır? Deməli, biz burada əvvəlcə bu sözlərdəki hərfləri tapmalıyıq. Axşam, yaxşı, şaxta. Elə hamısında x, hamısında da eyni burada oldu. Amma digərlərini də tapaq. Park, dəftər, kitab, kiçik, vərəq, dəstə, dovşan, uşaq, mehriban. Hansında eyni olmuşdu? A-da, A-nı da götürmüşdük. İkinci sual. Hansı bənddəki sözlərdə incə saitlərin hamısı işlənib? İncə saitlər E, Ə, İ, Ö, Ü. Bunun 5-i də işlənməlidir. Kitab, oğul. Burada ancaq bir dənə İ var. Döyüşkən, elmi. Baxın, 5 incə saitin 5-i də C bəndində verilib. Burada Üdür, idi, ikisidir. Burada da ancaq İ ilə Ədir, ikisidir. 5-i də işlənən C bəndidir. Hansı sözün tələffüzü fərqli deyil? Fərqli deyil. Necə yazılır, elə də oxunur. Kitab P deyirik, küləkdə xışdırıq deyirik, tütəkdə də həmçinin kəmər. Necə yazırıq, elə də deyirik. Kəmər yazılır, kəmər də deyilir. Ardıcıllığı hansı söz tamamlayar? Şirin, igid, hiyləgər, zərif. Şirin, necə? Şirin. İgid, necə? İgid. Hiyləgər, necə? Hiyləgər. Zərif, necə? Zərif. Deməli, bizə necə sualına cavab verən söz lazımdır. Kitab, nə? Dəftər, nə? Görür, nə edir? Qayğıkeş, necə? D bəndini götürdük. Sualları qarşılarında da yaza bilərsiniz. Kitab, nə? Dəftər, nə? Görür, nə edir? Qayğıkeş, necə? Bizdən sifət istəyirdi və sifəti də götürdük. 5-ci sual. Nümunədəki hərəkət bildirən sözlər hansı zamandadır? Deməli, əvvəlcə hərəkət bildirən sözləri tapmalıyıq, yəni feilləri. Və sonra da zamanını tapmalıyıq. Əzizim sözə qaldı. Bir şirin sözə qaldı. Yad qovuldu dağlardan, el oba bizə qaldı. Uşaqlar, buradakı şəkilçi hansıdır? D şəkilçisi. D şəkilçisi, d, zaman şəkilçisidir və keçmiş zaman şəkilçisidir. Deməli, bunlar da keçmiş zamanda işlənib. Keçmiş zaman B bəndini götürdük. 6-cı sual. Hansı bənddə durğu işarələri doğru verilmişdir? Dərslərini nə vaxt oxudun? Burada sual əvəzliyi var. Nə vaxt? Sual. Vay, dərsi yenə gecikdim. Burada nida var. Nida. Anam mənə kitab aldı. Nəqli cümlə, nöqtə. Deməli, sual, nida, nöqtə. Hansı bənddədir uşaqlar? Sual, nida, nöqtə. B bəndində. Yeddinci sual. Verilmiş sözlərdən hansı digərlərindən fərqlənir? Acı, necə? Uca, necə? Əhvalat, nə? Maraqlı, necə? Deməli, acı necə sualına cavab verir? Sifətdir. Uca necə sualına cavab verir? Maraqlı da necə sualına cavab verir? Amma əhvalat, nə? Əhvalat. Nə sualına cavab verir? C bəndini götürdük. 8-ci sual. Verilmiş xüsusiyyətlərə uyğun gələn söz hansıdır? İnkar formasındadır. İnkar formasındadırsa müamə şəkilçisi var. Və keçmiş zamandadır. Keçmiş zaman şəkilçiləri də d, di, du, dü, mış, miş, muş, müş, ıb, ib, ub, üb.
Yəqin ki, d ilə gedəcək. Çünki biz ikinci sinifdə ancaq hələ bunu keçmişik. Buraxdı. Keçmiş zamandadır. Amma burada inkar yoxdur. Tutacaq gələcək zamandadır. İçmir. Deməli, içir indiki zamandadır. İçmir indiki zamanın inkarındadır. Amma bizdən keçmiş zamanın inkarını istəyir. Topladı keçmiş zaman. Toplamadı inkarın keçmiş zamanı. Deməli, bizə lazımdır D-bəndi. Hansı şəklin adına lar hissəciyi artırdıqda deyilişi dar kimi oxunur? Deyilir. Buludlar, narlar, inəklər, oğlanlar. Deməli, hamısına lar artıraq əvvəlcə. Buludlar, narlar, inəklər, oğlanlar. Birincisi sizdən lar istəyib. Deməli, burada lərdir, inəklər getdi. Və üstəlik inəklərdə l olduğu kimi qalır. Narlar sözündə l, r kimi oxunur. Narlar. Oğlanlar sözündə oğlanlar, oğlanlar, nar kimi oxunur. Narlar, oğlanlar, inəklər. Amma bizdən nə istəyirdi? Dar. Buludlar yazırıq. Buludlar deyirik. A bəndini götürdük. Cədvəlin hansı hissəsində uyğunluq pozulmuşdur? Böyük hərflə yazılanlar. Aytən, qaranquş, kəpəz. Aytən böyük hərflə yazılır, kəpəz böyük hərflə yazılır, qaranquş amma yox. Kiçik hərflə yazılanlar. Güldan kiçiylə yazılır, şəhər kiçiylə yazılır, toplan isə böyüklə. İndi x qoyduqlarımız çevrə, içi boş çevrə və içi dolu kvadrat. 4 bucaq. O da var A bəndində. Riyaziyyatda bu misalları yerinə yetirməmişdən öncə özünüz yerinə yetirirsiniz. Ondan sonra bir-bir yoxlamalıyıq. Gəlin başlayaq həll eləməyə. ...67-dən 3 çıxıb 64-ü özü yazıb. 82-dən çıxırıq 19. 12-dən 9 çıxırıq 3. Burada qalır 7. 7-dən də 1, 6. Cavab 63. 71-dən 2 çıxırıq. Deməli, 1-dən 2 çıxmaq olmur. 11-dən 2, 9. Burada 6 qalır. 69. 90-dan 12 çıxırıq. 90-dan 10'u çıxın. 80. 80-dən də 2 çıxın. 78. 28-dən 23. 8-dən 3, 5. 2-dən də 2, 0. 0'ı da yazmırıq. Əvvəlcə bunları eləyirik. 48-dən 7 çıxırıq. 41. 41-dən də 23 çıxırıq. 11-dən 3, 8. 3-dən 2, 1. 52-dən 10 çıxırıq. 42. 42-dən 20 çıxırıq. 22. 57-dən 3 çıxırıq. 54. 54-dən 22 çıxırıq. 32. 34-dən 19 çıxırıq. 15. 15-dən 15 çıxırıq. 0. 33-dən 6 çıxırıq. 27. 27-dən də 4 çıxırıq. 23. 55-dən 5 çıxırıq. 50. 50-dən də 12. 50-dən 10, 40. 40-dan da 2, 38. 30-dan 9 çıxırıq. 21. 21-dən də 10 çıxırıq. 11. 50-dən 12 çıxırıq. 38. 38-dən 23 çıxırıq. 15. 23-dən 9 çıxırıq. 14. 14-dən də 5 çıxırıq. 9. 20-dən 6 çıxırıq. 14. 14-dən 10 çıxırıq. 4. 25-dən 13 çıxanda 12. 32-dən 14 çıxanda 8. Deməli 2-dən 4, 8. 12-dən 4, 18. 50-dən 10 çıxırıq. 40. 29-dan 9, 20. 20-dən 2, 18. 53-dən 3, 50. 50-dən 22. 50-dən 20 çıxanda 30. 30-dan da 2, 28. 91-dən 11 çıxanda 80. 80-dən 20 çıxırıq. 60. 60-dan da 2 çıxırıq. 58. 58-dən 18 çıxırıq. 40. 40-dan 30. 10. 10-dan da 2, 8. 90-dan 30 çıxırıq. 60. 60-dan 10'un çıxaq. 50. 50-dən də 8'in çıxaq. 42. 77-dən 52 çıxırıq. 25. 25-dən də 12 çıxırıq. 13. İndi tapdığımız cavabları aşağıda silməliyik.
64-ü özü silib, çünki özü eləmişdi. 63, 69-u da axtarırıq. 63, 69. 78 ilə 5. 78, bu da 5. 12, 18, bir də 40. 12, 18, 40. 18, 22, 32. Yenə 18 lazımdır. 18, 22, 32. 0, 23. Haradadır? 23. 18, 28, 58. 58. 18, bu da 28. Bunlar da var. 38, 11, 15, 9, 4, 8, 42, 13. Əgər hamısı silindirsə, deməli hamısını düzgün yerinə yetirmişik. Həyat bilgisi ilə davam edirik. Birinci sualımız. Babamın 2 uşağı var. Biri atamdı, biri də bibimdi. Biri atamdı, biri də bibimdi. Buna görə də mənim nəyim yoxdur. Dayım ola bilməz, çünki dayı ana tərəf qohumudur. Xala da ana tərəf qohumudur. Bibim artıq var. Buna görə də mənim əmim yoxdur. Çünki atamın bacısı var. O olur mənim bibim. Amma atamın qardaşı yoxdur. Atamın qardaşı olsaydı mənim əmim də olardı. Olmadığı üçün mənim əmim yoxdur. Gün rejimini kim hazırlamalıdır? Ana, hər kəs özü, nənə, müəllim. Deyəcəksiniz ki, bizim gün rejimimizi elə analarımız hazırlayır. Niyə? Çünki siz uşaqsınız və sizə düzgün yolu valideynləriniz göstərməlidir. Amma əslində gün rejimini hər kəs özü üçün hazırlamalıdır. Çünki hər kəs özü öz işini yaxşı bilir. Sabahınız xeyir ifadəsi günün hansı hissəsində işlədirik? Yatmağa gedəndə 100%. Yatmağa gedəndə deyirik, gecəniz xeyrə qalsın, düzdür? Deməli, gecə deyil. Günortanız xeyir deyirik. Axşamda axşamınız xeyir. Sabahınız xeyir, səhər deyirik. Çünki səhər sabah açılır. Nəzakət qaydalarının pozulduğu bəndi seçin. Nəzakət qaydalarının pozulduğu bənd. Dostumu diqqətlə dinləyirəm. Düzgün hərəkətdir. Dostumla danışanda onun üzünə baxıram. Bəli. Dostumla görüşəndə onun əhvalını soruşuram. Dostum danışanda onun sözünü kəsirəm. Qəti olmaz. Nəinki dostunuz. Ümumiyyətlə ki, nəsə danışanda onun heç vaxt sözünü kəsməyin. Bu etik sayılmır. Nəzakət qaydalarının kənarıdır. Yoluxucu xəstəliklərdən özünü və başqalarını qorumağın yollarına aid deyil. Əllərini tez-tez sabunla yu. Bu aiddir. Xəstə halda heç kimlə görüşmə. Ümumiyyətlə xəstə heç məktəbə də gəlməyin. Çünki həm öz xəstəliyinizi artırarsınız, həm də digər sinifdaşlarınızı xəstələndirərsiniz. Askıranda ağzını salfetlə ört. Düzdür, salfet yoxdursa qolumuzla da örtə bilirik. İstifadə etdiyin qab-qacaqdan başqaları da istifadə eləsin. Bu yanlış hərəkətdir. Təsəvvür ki, siz xəstəsiz, bir stəkandan su içmişsiniz. Bu stəkandan başqası da su içəndə avtomatik sizin xəstəliyinizi, mikrobları, virusları həmin adama keçir. Deməli, bu yanlış hərəkətdir. Uyğunluğu müəyyən edin. Sağlam və uzun ömürlü olmaq üçün nə etməliyik? Yəqin ki, sualımız budur. İdmanla məşğul olmaq, düzgün qidalanmamaq. İdmanla məşğul olmaq həri, amma qidalanmamaq bu körradır. Az meyvə yemək, qəti. Düzgün qidalanma, yuxu, təmiz hava. Bəli, bax. Düzgün qidalanma olmalıdır. Yuxuvuz düzgün olmalıdır. Gecə geç saatlarına qədər oyaq qalmaq olmaz. Gündəlik, yəni 8 saat yatmalısınız və təmiz havaya da mütləq şəkildə olmalısınız. Fəslə uyğun geyinilməmək. Bu da yanlışdır. Qışda yay paltarı geyinsə nə edərik? Xəstələnərik. Ona görə də rəcə bəndini götürdük. Şəkildəki evləri hansı təhlükə gözləyə bilər? Şəkilə baxaq. Şəkildə nə var? Qar var. Qar. Deməli, qar burada nə ola bilər? Qar uçqunu, torpaq sürüşməsi, zəlzələ, fırtına. Zəlzələ hər yanda ola bilər. Fırtına dənizdə, torpaq sürüşməsi də əgər orada torpaq varsa sürüşmə ola bilər. Amma çoxlu ağac əkilən yerdə torpaq sürüşməsi bilirsiniz ki,
az olur. Çünkü ağacların kökleri torpağı bərkidir. Amma şəkildə biz nə görürük? Qar görürük. Ona görə də qar açar sözündən istifadə eləyərək qar uçqunlu sözünü götürürük. Hansı nəzakətli ifadədir? Nəzakətli ifadə. Çəkil buradan. Buyurun, kömək edin. Bu mənim dostumdur. Nəzakətli ifadə. Buyurun. Bax budur. Çəkib buradan əmr eləyir. Kömək edin, neysə xahiş eləyir, amma kömək edin, zəhmət olmasa desəydə, hə. Bu mənim dostumda nəqli cümlədə orada heç bir şey nəzakətli heç bir kəlmə yoxdur. Aşağıdakılardan hansı vaxtı ölçmək üçün istifadə oluna bilməz? Bax, bu oluna bilər. Qum saatı, divar saatı, günəş saatı. Deməli, qum saatı, divar saatı, günəş saatı. Bunlarla vaxt ölçə bilərik. Amma termometrlə nəyi ölçürük? Hərarətimizi, nə qədər qızdırmamız var, onu ölçürük. Vaxtı yox. Verilmiş şəkil hansı dövlətin ərazisinə məxsusdur? Uşaqlar, yəni biz bunu körpədən böyüyə qədər, yəni ən azından bir 4 yaşından yuxarı hamımız bilməliyik ki, bu xəritə bizim dövlətimizin, bizim ölkəmizin xəritəsidir. Ona görə də çox uzatmadan B bəndini götürdük. Bu Azərbaycanın xəritəsidir. Həyat bilgisini də bitirdik. Keçək məntiqə. Məntiqin birinci sualı. 3 dörtbucaq. Dörtbucaq 4-dür. Deyək ki, 3 dənə 4 7-dir. 6 beşbucaq 11-dir. Burada qarşı-qarşıya uşaqlar. Bu buna bərabərdir. Bu buna, bu da buna. 3 ilə 4 eləyir 7. 7 7-yə bərabərdir. 6 ilə 5 eləyir, bu 5-dir də. 6 ilə 5 eləyir 11. 11 11-ə bərabərdir. Deməli, burada cavab 15 olmalıdır. 12 ilə neçə 15 olar? 3. Deməli, bizə 3 bucaq lazımdır. O da C bəndində verilib. Ananasın A'sı B'si, çiyələyin A'sı B'si, bir də üzümün A'sı B'si və bunları yerinə qoymalıyıq. Əvvəlcə ananasla başlayaq. Deməli, üzümü tapmaq üçün ananasla çiyələyi də bilməliyik. Amma birinci bizə üzüm verib. On 6 ilə 8. A'ya hər bir yerdə 16, B'yə də 8 verməliyik. Birinci ananasla başlayırıq. 16, bu da 8. Buradan nə çıxır? 16-nın üstünə 2. 18, 18-dən 8 çıxırıq 10. Buradan alındı 10. İndi burada yerine qoyuruq. 16, bu da 8. Deməli, buradan nə alınır? 16-nın üstünə 5, 21. Üstə gəl 8-dən 2 çıxırıq 6. O da eləyir 27. Buradan da alındı 27. İndi 10 ilə 27 nə edirik? Toplayırıq. O da eləyir 37. Cavab C bənd. 3, 6, 2, 5, 1. Artır, azalır, artır, azalır, artır, azalır. 3 artdı. 3'ün üstüne 3, 6. 6'dan 4 çıxırıq 2. 2'nin üstüne 3, 5. 5'ten 4 çıxırıq 1. Onda 1'in üstüne 3 gələcək. Üstə 3, çıx 4. Üstə 3, çıx 4. Üstə gəlir 3. 1'in üstüne də 3 eləyir 4. Cavab A bəndi. 3, 5, 2, 17 olub. 5, 8, 4, 44 olub. 7, 8, neçə? 61 olar. Yaxşı. Hamısını toplasaq 17 olmur. Buradakı məntiq. Bunları vururuq. 3'ü 5'e vururuq. 15. Üstünə 2 gəlirik 17. 5'i 8'e vururuq. 40. Üstünə 4 gəlirik 44. 7'ni 8'e vururuq. 56. Üstünə neçə gəlirik? Eləyir 61. 56'nın üstünə neçə gələndə 61 eləyir. O da eləyir 5. Deməli, sual yerində olmalıdır. 5. A bəndi. 5-ci sual. AB 2A üstəgəl B'yə bərabərdir. 2A. 2 ilə A'nın arasında vurma var. Yəni bunu həmişə bilin. Deməli, A'nı yerinə qoyduq. A 3'dür, B 9'dur. 2 vur 3, 6, üstəgəl 9, o da eləyir 15. Cavab B bəndi. 6-cı sual.
Ulduz 9-dur. Şimşək simgəsi deyək. Cərəyan simgəsi də olur. 3-dür. Onda bu nəyə bərabərdir? Deməli 93-dən neçə çıxsaq 44 qalır. Azalan çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 3-dən 4 çıxmaq olmur. 9-dan pay götürürük. 3-ə də pay veririk. 13-dən 4 çıxırıq. 9. 8-dən də 4 çıxırıq. 4. Deməli sarı dairənin yerinə uyğun gəlir 4. 6-da Dəbənd. 254 olub 7. 346 olub 7. 157 olub 11. 163 neçə olacaq? Bunların hamısını toplayaq. 2, 5. 2 üstünə 5 neyinir? 7. 7 üstünə 4. 11. Deməli toplama deyil. 3 üstünə 4. 7. 7 üstünə 6. 13. O deyil. Deməli buradakı məntiq toplama deyil. Bir-birinin hasili deyil. Buradakı məntiq nədir? 4-dən 3-cüdən birincini çıxırıq. Və sonra ortadakı ədədlə toplayırıq. Ortadakı ədəd nədir? 5. 4-dən də 2 çıxanda 2. Cavab elədi 7. Ortadakı ədəd 4. 6-dan da 3 çıxanda 3. 4-dən 3 eləyir 7. Ortadakı ədəd 5. 7-dən də 1 çıxanda 6. Eləyir 11. Baxın uşaqlar. Cavablar alındı üçündə də. Deməli düz məntiq deyil. Ortadakı ədəd 6. 3-dən də 1 çıxaq 2. İndi bunları toplayaq 8. Cavab Cəbənd. 8-ci sual. Tapmacadır. Aləmi bəzər, özü lüt gəzər. Tapmacanın cavabı nədir? Dərzi, parça, iynə, sap. Tapmacanın cavabı iynədir. İynə ilə o qədər paltar tikirik ki, amma iynənin öz paltarı yoxdur. Təyyarə, pilot, qatar, sual. Təyyarənin sürücüsünə nə deyirik? Pilot. Bəs qatarın sürücüsünə nə deyirik? Maşinist deyirik. B bəndini götürdük. 3, 2, 8, 4, 2, 9, 5, 3 neçə olacaq? 3-ü 2-yə vursaq 6, üstünə 2 gəlsək 8. 4-ü 2-yə vursaq 8, geriyə onun üstünə 1 gələsiz 9 eləsin. Deməli, məntiq bu deyil. Bunların cəmi ilə getsək 3 ilə 2, 5, o da 8, 13. 4 ilə 2, 6, o da 5, 15. Cəmə də bərabər olmadı. Yaxşı, biz buradakı məntiqimiz nədir? Buradakı məntiqimiz. Deməli, burada 2 dənə məntiq var uşaqlar. 3 ilə 2-ni toplasaq neçə eləyir? 5. 5 açan 3 ola bilər. 8 ola bilər. Üstünə 3 gəlsək. 4 ilə 2 neyinir? 6. Onu da üstünə 3 gəlsəm 9 edir. Deməli, buradakı məntiq nədir? Verilmiş ədədləri, aşağıda verilmiş ədədləri əvvəlcə toplayırıq, sonra üstünə də 3 gəlirik. 5 ilə 3, 8. Üstünə də 3 gəlsək eləyəcək 11. 11 də var D bəndində. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, tapışıqların hamısını başa düşdük.